Sabahınız xeyir olsun qızlar. Günə həmişə mən Adilə yemək hazırlayaraq başlayıram. Adilə də Gerkulesli bunu verirəm. Gerkulesin hansı növünü alırsınız? Yəni bəyəndiyiniz markaları mənə deyə bilərsiniz. Üstünə də belə doşabım var. Şəkər atmıram, doşab atıram içinə və elə yedizdirirəm. Çox da bəyənir. Bu formada səhərlər bu dəyişir. Bəzən yumurta yeyir, bəzən bunu yeyir. Bəzən pendir çörək bizimlə birlikdə yeyir. Amma çalışıram ki, həftədə 3-4 dəfə Gerkules yedizdirim. Kızım, gel bırak beni, gel. Adel, gel gidelim. Gel, geç. Adeli yedizdirdim, yatışdırdım. Gəldim özümə belə bir maska elədim. Hardasa 10 dəqiqə düzümdədir. Amma mən belə maskaları 10-15 dəqiqə yox, quruyana qədər yarım saat, 40 dəqiqə falan gözlədib sonra çıxardıram. Belə maskaları adətən mən ya duşdan sonra istifadə edirəm və ya makyaj eləyəcəksə, makyaj öncəsi çox gözəl bir baza kimi olur. Yəni üzü qəşəng nəmləndirir, makyaj daha yaxşı oturur. İstifadə elədiyim maska bugün buydu. Bunu bilirsiniz nəyini sevdim? Normalda maskaları hansı üz tipinə görə eləyirlər bilmirəm, amma yekə olur. Bu maska balacaydı. Tam mənim yəni görürsünüz bura qədər üzümü çərçivələyəcək ölçüdədir və mən bunu çox bəyəndim. Maskaları Olivia'dan və yaxud da ki Rossmanna girəndə alıram endirimdə və belə kənara qoyuram. Maska istifadə etmək istəyəndə əlimin altında çoxlu maskalar olur. Bəzən ürəyim belə soyuq qəhvə istəyir. O zaman da belə hazırlayıram və çox dadlı olur. İndi isə gedəcəm, bunu içəcəm. Sonra isə Adellə biraz oynayacağıq. Yox, yerə tökmürük. Yaxşı. De bax, burada. Hadi bax. Bax. O bunu yemək olmaz. Bu başqa. Yox, acınamaz. Al bax. Bəh-bəh deyir hələ. Yumno. Qızlar, bilmirəm xatırlayırsınızsa, belə bir pano düzəltmişdim, amma mən o panonu dəyişdim. Çünki dayım qızı dedi ki, əslində sən panonu düzgün eləməmisən, üstündə yəni düzəlişlər olunmalıdır. ChatGPT ilə danışıb elə elə. Çünki əgər siz də pano qurmusunuzsa və orada rəng seçimləri düzgün olmalıdır. Yazılar, bunları bilirdim, amma daha güclü yazılar yazmalısınız. Bütün yazılar, sözlər sizin əlinizlə yazılmalıdır və mərkəzdə sizin şəkliniz və yaxud da sizə oxşayan Pinterestdən bir şəkil tapa bilərsiniz. Yuxarı hissədə daha çox pul, səyahət, belə şeylər, ortaya özünüzü, aşağı hissə inkişaf və yaxud da almaq istədikləriniz bunları qoya bilərsiniz. Bir də mənim bu panom çox balaca deyə belə iri bir panoya keçdim və yazıları əllə yazdım. Bu dəfə yuxarıya səyahət olsun, işim olsun, ortaya mən və burada xəyallarım, burada almaq istədiklərim və inkişaf etmək istədiyim təxmini şeyləri belə qoydum və belə əvvəlkindən daha estetik, daha baxanda net görürsüz. Bu hissədə bir şey var, burada bir, yəni gözü yormur və ümumi baxanda nələri arzulamışamsa onlar net bir şəkildə görünür. Ona görə istədim ki, bunu da sizinlə paylaşım. Bilirəm ki, xəyal panosunu haqqında maraqlananlar çoxdur. Ona görə çəkmək istədim. Buralarda biraz dağıtmışam, yığışdıracağam. Bir də mən bu məktəb ləvazimatları satan yerdən belə sancaqlar almışdım. Mən bunlarla tutdururam. Çünki arxasına kley yapışdıranda o panonu bir də gələn səfər istifadə etmək biraz çətinləşir. Amma bununla düşünürəm ki, daha yaxşıdır. Bunu almaq daha məsləhətlidir. Sabahınız xeyir olsun qızlar. Yeni bir günə sizi salamlayıram. Səhərdən durmuşam, qaça-qaça getmişəm kosmetika mağazasına. Çünki bugün də yenə bir Instagrama reels çəkirdim. Bilmirəm, artıq adət halını alıb belə qarşılaşdırma videolar çəkirəm və mənim də əslində çox xoşuma gəlir. Çünki əlimdə həm bahalı, həm uyğun qiymətli məhsullar olur. Burada da düzənləri, divan örtüyünü yumuşam, o görünür biraz. Neyse, orasını boş verək. Deməli, bu dəfəki qarşılaşdırmamız bilirsiniz nə idi? Getdim səhər tezdən kosmetika mağazasından OG markasını aldım. Bilmirəm, görmüsünüz ya yox bu markanı. Mənim TikTokda qarşıma çox çıxırdı. Belə bir konsilerdir. Qiyməti 5 manatdır. Əslində qiymətinə görə mən çox bəyəndim. Desəniz niyə və yaxud da hardan bildin səni var? Çünki artıq videonu çəkmişəm, qarşılaşdırma eləmişəm. Qarşılaşdırdığım marka isə Tarte idi. Mən əslində Tarte'la bir dəfə L'Oreal çəkmişdim. L'Oreal biraz göz altlarını qurudur. Amma OG markası göz altlarımı qurutmadı. Uyğun qiymətli, amma markadır. Yəni çakma bir məhsul deyil. Ona görə yəni gedib ala bilərsiniz deyə düşünürəm. Məndəki rəngi
02-dir. Çox bəyəndim qızlar. Bu tərəfdə OG markasının kondisionerini istifadə eləmişəm. Bu tərəfdə isə Tarte istifadə eləmişəm. Tarte biraz qırışlara dolur. Ağır bir məhsul olduğu üçün tez sabitləmək lazımdır. Yəni də mən bəyənirəm. Ümumiyyətlə belə dəvətlərə falan Tarte istifadə etməyi çox sevirəm. Yəni mənim gözaltıma düşür. Amma 80 manat belə vermək istəmirsinizsə və L'Oreal da məsələn mən çox bəyənirəm, amma sizin üzünüzə düşmür, qurudursa, OG markasını ala bilərsiniz. Həm də uyğun qiymətli bir markadır. Kropkasını da göstərim. Mənim çox xoşuma gəldi şəxsən. Göz altlarımı çox gözəl örtdü, aydınlıq verdi, nəmli bir bitişi var. Quru deyil. Məsələn, L'Oreal biraz daha qurudur, amma OG markasının üzdə duruşu görürsünüz necədir, göz altlarımı necə örtür. Yəni çox bəyəndim mən. Ala bilərsiniz. Bunu deməyə gəlmişdim. Çox qəşəng bir alış-veriş oldu. Səhərdən gedib 5 manat verdiyimə dəydi. Və yenə də gəlmişəm, güzgünün qabağında çəkirəm ki, qəşəng düşsün. Məni Instagramdan və YouTubedan da takip eləməyi unutmayın qızlar. Ümid edirəm ki, videolarımı da bəyənirsiniz. Mütləq abunə olun. Deməli qızlar, Zara'dan belə bir şalvarım var idi. Bunu geyindim əynimə. Ağ kofta geyindim üstünə. Əslində şalvarın bu hissəsində Zara detayları var. Sadəcə çox yuxarıdadır. Onu mən bura qədər belə örtürəm və bu formada geyinəm. Geyimim bu qədərdir. Üstünə kurtkamı geyinirəm və çıxırıq. Bu güzgüdə daha aydın görünür. Bu şalvarı yeni almışam və çox bəyənirəm. Əynində duruşunu belə görünür. Ay, necə soyuqmuş. Dondum. Dəhşətdir. Gözümdən yaş gəldi. Çox soyuqmuş hava. Mən də gərək şafta taxardım, amma neysə. Mən evdən tez azlaşdım, çıxdım, amma hara getdiyimi demədim. Gedirik güzgü baxmağa. Mən boydan bir ayna istəyirdim otağıma. Çoxdandır dedim ki, Səbuy da evdəymişkən gedim aynalara baxım. Ona görə də gedirəm indi Nərimanova. Yerləri biraz metrodan uzaqdadır. Bugün həm də ZZD aksesuarın adlı endirimi var və endirimin son günüdür. İstəyirəm ki, orada da baxım ki, necə bir aksesuarlar var və birinci ora gedəcəm. ZZ'dən çıxdım qızlar. İçəridə çox adam vardı, çəkə bilmədim. Yəni insanlar narahat olmasın deyə. Bir şey aldım endirimdə, outlet endirimində. İndi mən nə aldığımı sizə evdə göstərəcəm. Amma indi gedirəm güzgüyə baxmağa. Onun da yolu baxdım biraz uzundur deyəsən. Gəzməli olacağım, biraz bayağı bir yol getməli olacağım. Amma eybi yoxdur. Gedək, görək hardadır bu yer. Yəni görün o qədər soyuqdur ki, balaca vaxtı mamalarımız kurtkanı, papağını qoy, qabağını bağla deyəndə eləmirdik, force verirdik. Bir 25 yaş keçəndən sonra benim eşqay. Yəni belə olur. Çox soğuk, neyiniyim yəni. Xəstələnməkdənsə kələm kimi bürünüb getmək. Və gəldim, çatdım Instagramda tapdığım Mirrorland güzgü şirkətinə artıq. Mənim istədiyim model belə qızılı modeldir. Sadəcə burada boy fərqləri var. Məsələn, bu güzgü 1.85-dir, bu isə 1.75-dir. Necə bir model götürəcəyimi bildiyim üçün mənim burada işim maksimum 20 dəqiqə çəkdi. Sadəcə boyuna baxıb çıxdım. Deməli qızlar, mən indi danışdım. Yadımdan çıxmaması üçün tez buradan not edirəm, siz də qulaq asın. Deməli, düşündüm ki 1.85 daha yaxşıdır. Nə qədər hündür olsa o qədər yaxşıdır. O birisi neyini balacaydı, nəysə. Bu arada 1.85 olan hal-hazırda 160 manatda endirimlə. Amma belə normalda endirimsiz qiyməti 250 manatdır. Yəni biz buradan 90 manat falan uduruq. Çatdırılması 20 manatdır. Bütün bilgilər deyirəm ki, sonra yadımdan çıxacaq. Həm də açıb videonu izləyərəm ki, görüm nə yadımdan çıxıb, nə yadımdan çıxmayıb. Hə, çatdırmanı da behi bu günləri biz versək əgər bizim üçün ambarda saxlayacaqlar. Biz də istəyirik ki, hardasa bir aya falan götürək. Ambardan götürüb çatdırma eləyəcəklər. Dediyim kimi bizdə adresə görə çatdırılma 20 manat oldu. Yaxşıdır deyə düşünürəm. Çünki mən çox yer axtardım. Həm buranın əməkdaşlıqlar eləyiblər, blogerlər falan çox bəyənirlər. Həm də ki, qiymətləri digərinə görə daha uyğundur. Gələn kimi qızlar, birinci bütün evləri yaxşıca yığışdırdım, toz saranladım və ondan sonra girdim, qəşəng bir dənə duş aldım. Çünki çöl dəhşət küləkli, toz torpaqlı idi. Sonra isə Adeli yedizdirdim, yatışdırdım və gəldim bu otağa.
ki, saçımı qurudacağım, baxımlarımı edəcəm. Bir də burada ütülənəsi, qatlanası paltarlar var, hansı ki mən bunu gecəyə saxlayıram. Adel yatandan sonra gəlirəm, bu otaqda işlərimi görürəm. Hər hansı sevdiyim bir verilişi açıram və yaxud da izlədiyim bir dizini açıram. Onu izləyərək burada görməli olası işlərimi bu otaqda görürəm. Saçım da hal-hazırda yaşdı, çünki bir yarım saat olar hamamdan çıxmışam. Və indi özümə bir stəkan çay süzmüşəm. Və istəyirəm ki, oturmuşkən də bugün Zezedən nə almışam onu sizə göstərim. Outlet endirimi var idi. İldə bir dəfə belə bir endirim keçirirlər. Və mən oranın aksesuarlarının keyfiyyətini çox bəyəndiyim üçün heç vaxt bu endirimləri qaçırmıram. Məsələn, 15 manatlıq bir sep 3 manat 90 qəpiyə düşmüşdü. Ona görə də getdim. Əslində mən endirimin son gününə getmişdim. Bugün son günü idi. Ona görə demək olar ki, vitrinlərdə heç nə qalmamışdı. Ona görə də 1-2 üzük və sep aldım. Bəyənmədiyim, yəni dizaynını bəyənmədiyim bir şey almaq istəmədim. İstədim ki, taxa biləcəyim bir şey olsun. Elə əvvəlcə bu seplə başlayaq. Bu sepi bayaq taxıb Instagrama video çəkmişdim. Amma indi belə göstərə bilərəm sizə. Düzəldə bilsəm. Baxın, bu formada yaxından çəkim. Mən Zezedən bir dənə də belə boyunbağı almışdım qızılı rəngdə. Bununla birlikdə taxmaq üçün bir dənə qəşəng daşlı qaşlı belə parıldayan bir sep axtarırdım. Bu ikisini birlikdə kombin eləyəcəm. Bu da dediyim kimi Zezedən idi. Bunu da bugün 3.90-a Zezedən aldım. Bu belə. Sonra 3 ədəd isə üzük almışam. Gəlin əlimə taxım, elə göstərim. Birincisi buydu. Əlimin üstündəki yaralara fikir verməyin. Birincisi belə bir üzükdür. Buradan ayarlana bilən başlığı var. Sonra bir ədəd belə bir üzük aldım. Yaxından sizə göstərim. Belə. Və son olaraq da bu formada bir üzük aldım. Bunu da yine çox bəyəndim. Bunu çıxarım, şöyle göstərim. Bugün Adelə yemək pişirərkən əlimin üstünə belə yandırmışam. Bir dənə də belə üzük aldım. Bunu da çox bəyəndim. Əslində mən storylərdə bunun ağ rəngini görmüşdüm, amma təəssüf ki qalmamışdı. Bu da qəşəng idi. Ona görə də bir dənə də belə çəhra rəng götürdüm ki, yayda qəşəng paltarlarla taxmaq çox gözəl olar deyə düşündüm. Dırnaqlarım da çox uzanıb. Gərək mən onları ya özüm korreksiya edeyim, ya da dırnaq düzəltməyə gedim. Deməli qızlar, mənim sabahları ingilis dərsim var. Biraz ara vermişdim və başlayıram. Mən də ona görə dəftərimi, qələmi, hər şeyimi çıxartdım o oxuyan uşaqlar kimi. Məktəb vaxtından bəri dəftər qələm aşiqiyəm də. Yəni görsəniz, hətta gəlin siz də bura biraz pisdir, dağınıq fikir verməyin, amma qələmlərimi göstərmək istəyirəm ki, mənim burada bir qutu qələmim var. Hətta bunun içi biraz tozlanıb, tozunu təmizləmək lazımdır. Neysə, yəni göstərmək istəyirəm ki, burada qələmlərim, içəridə qələmlərim, burada ayrıca qələmlərim. Çox sevirəm də, neyiniyim. Bunun içinə də mənə lazım olanları qoydum. Bu arada dərslərə online girəcəm. Bu dəftərim, bu qələmim. Bir də mənə sual gəlirdi, onları bir daha demişəm, amma bir daha deyirəm. Çünki maraqlananlar, ingiliscə oxumaq istəyən çoxlu izləyicilərim var mənim. Bizim kitabımız Oxforddur. Burada biz sözlər əsasən öyrənirik. Gördüyünüz kimi notlarımı alıram, bilmədiklərimi müəllim deyəndə burada yazıram. Belə. Yəni ki, biz hələ ki 40 neçə unit keçmişik. Bu 29 və mən bunu seleks eləmişdim. Bu normalda narıncı kitabdır. Gedib belə də ala bilərsiniz. Adı belə gedir. Qələmim də hazır. Bu qırağa indi görək unutmuşuq yoxsa yox. Deməli nə idi? Mən oraları yığışdırıb dəftərlərimə axtaranda bunu gördüm. Mən o qədər sevirəm ki, tütsü yandırmağı. Bunu mən Sədərəkdən almışdım. Mən kakos hissini çox sevirəm. İndi fərqli iylərini almaq istəyirəm, amma o vaxtı belə kakos hissini almışdım. Xatırlayıram ki, 2 manat 50 qəpik almışdım və içində bayağı çox idi. Lap çox idi. Amma mən bunu bitirmişəm. Mən bunu bitirmişəm. 5-6 dənə qalıb deyəsən, heç görünməyəcək də. Məncə belə 5-6 ədəd qalıb. İndi bunu qəşəng yandıracağım, iyisi yayılsın. Sonra gələcəm bu videonu, onu editləyəcəm. Amma editləyərkən də istəyirəm ki, belə qəşəng tütsümü yandırım. Burada bəxtimdən içində də bir dənə qalıb. İnşallah yandıra bilərəm. Formada belə.
Qızlar yandırdım. Elə gözəl kakao sesi gəlir ki, yəni çox qəşəng. Buranı indi iyi bürüyəcək. Tam yanıb qutarandan sonra iyi daha da yaxşı olur. Amma belə də iyisini artıq verməyə başladı. Ona görə də çox sevirəm. Ekstra belə qoxuları sevirəm. Mən videonu editləyib bitirəndən sonra isə Səbuy gəldi və biz yeni bir diziyə başlamışıq. Adı Mentalisti. Bilmirəm izləmisiniz ya yox. Mənə çox maraqlı gəldi. Daha doğrusu film deyil, dizidir. 8 sezonluq bir dizidir. Hələ ki yaxşı gedir, mən bəyəndim. Özümüzə də belə meyvə, çay süfrəsi kimi bir şey hazırladıq. Biz isə oturub bunu izləyəcəyik. Siz isə qızlar kanalıma abunə olmağı, videonu bəyənməyi unutmayın. Başqa videolarda görüşənədək hələlik.